Aslandüz Lənkəran qələbələrinə baxaq. 1809-10-cu illər kim üçün uğurlu keçdi? Qacarlar üçün, Abbas Mirzə üçün uğurlu keçdi. Və düşünürdülər ki, müqavilə bağlamaq olar. Amma söhbət harda gəldi, düyünə düşdü uşaqlar? Aha. Çünki Lənkəran xanı əslində hansı dövlətə meyilli idi? Rusiyaya. Bəs Lənkəranı müdafiə edən Sadıq xan kim idi? Qacarların sərkərdəsi, qorumaq üçün göndərmişlər. Niyə Lənkəran bu qədər önəmli idi? Çünki Xəzər sahillərində idi. Rusiyanın bəli möhkəmlənməsinin qarşısını bəlkə bundan almaq mümkün olardı. İndi baxaq, Osmanlı dövləti Rusiya müharibə edən zaman Fətəli Şah Qacar öz qüvvələrini Osmanlılarla birləşdirib əməliyyatları genişləndirmək üçün Azərbaycana gəldi. Kim təbliğat aparırdı, inandırırdı ki, Fətəli Şah qalib gələ bilər? İngilislər. İngilislər çünki kimi möhkəmləməklə qorxurlar? Rusiyanı, bəli. Və cihad elan olunur. Cihad nədir uşaqlar? Dini, müqəddəs müharibə. Bəli, Şah bütün əhali arasında cihad elan elədi. Həm də Abbas Mirzə düşünürdü ki, Abbas Mirzə ordu ilə döyüşdüyü vaxtlarda da yerlərdə əgər ruslara qarşı üsyanlar baş versə, o zaman Rus ordusunu daha tez məğlub eləyə bilər. Çünki onun qüvvələri parçalanmış olar. Buna görə də cihadın çox böyük önəmi var idi. Və 1812-ci ildə Sultanbud döyüşdə kim qazandı? Abbas Mirzə. Rusiya bu dövrdə hansı dövlətlərlə müharibə aparır? 1-ci Aleksandr. Fransa ilə, İsveçlə, Osmanlı ilə və Qacarla. Baxın, neçə cəbhədə? 4 cəbhədə. Sultanbud döyüşündəki qələbə əməlli başlı ruh yüksəkliyi yaratdı. Həm də düşündü ki, bunlar 4 cəbhədə müharibə aparır, artıq Rusları məğlub etmək mümkündür. Və Rusları Qarabağdan qovub çıxartmaq birinci məqsəd oldu. Amma təəssüf ki, Abbas Mirzənin bu planı baş tutmadı. 1812-ci il Aslandüz döyüşü. Nəticəsi nə oldu Aslandüz döyüşünün? Abbas Mirzə məğlub olub, hara çəkilməli olur? Arazın cənub tərəfinə çəkildi. Lənkəran qalasına vaxt mühasirəyə alındı. Bəli, dekabrda. Sadıq xana burada Rusiya müraciət elədi ki, təslim ol. Sadıq xan təbii ki, rəccabı verdi və nəticədə Lənkəran döyüşü ilə Lənkəran tamamilə işğal olundu yanvar ayının 1-də. İndi artıq müqavilə bağlamaq mümkün idi. Çünki biz bayaq dedik ki, müqavilə ona görə alınmadı ki, Lənkəranın statusunu həll edə bilmirdilər. Artıq Lənkəran kim tərəfinə işğal olundu? Ruslar tərəfinə. Baxaq, görək müqavilədən nə deyilir. Gülüstan müqaviləsi Azərbaycanı Rusiya və Osmanlı arasında bölən birinci müqavilədir. Amma bizə sual verilsə ki, Azərbaycanı bölən ilk müqavilə hansıdır? İstanbul müqaviləsini götürəsiyik. Osmanlı ilə Rusiya arasında neçənci ildə idi? 24-cü ildə. Azərbaycanın bölüşdürülməsini hansı müqavilə başa çatdırır sualın cavabı isə Türkmənçay müqaviləsi olacaq. Bəli, 28-ci ildən o gündən bu günə Azərbaycan iki yerə bölünmüş şəkildədir. İndi baxaq Gülüstan müqaviləsinə. Bir preambulla, yəni giriş izah edir. 11 maddə, bir də separat akt. Separat akt İngilis Qor-Ozin istəyi ilə salınmışdı. Həm Ruslar tərəfindən, həm də Qacarlar tərəfindən dəstəkləndi. Çünki Ruslar bu separat aktda müqavilənin şərtlərinə yenidən baxıla bilər deyilir. Ruslar İrəvan və Naxçıvanın Qacarlarda qalmasına narahat idi və Qacarlar da digər Azərbaycan ərazilərini Ruslar tərəfindən işğalından narahat idi. Hər iki tərəf gələcəkdə bu məsələləri öz xeyrinə dəyişmək istəyirlər. Aydındırmı? Qor-Ozidə bilirsiniz də, İngilislər də nəyə çalışır? Biraz da gücləndirsinlər Qacarları və Ruslarını buradan sıxışdırsınlar. Niyə Qacarları gücləndirmək onları narahat eləmir? Çünki 1801-ci ildən etibarən Qacarlar onsuz da İngiltərənin yarı müstəmləkəsidir. Yəni bir sözlə Qacarların qələbəsi demək olar ki, İngilislərin qələbəsi deməkdir. Düzdürmü? İndi baxaq. İrəvan və Naxçıvan istisna olmaqla Azərbaycanın şimal ərazisində olan xanlıqlar. Usta işğalları bildiyi artıq hansı xanlıqlar işğal olunmuşdu? Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Dərbənd, Bakı. Bunlar hamısı verildi kimə? Ruslara. Xəzər dənizində hərbi dəniz donanması saxlamaq hüququ yalnız Ruslara verildi. İrəvan, Naxçıvan kimdə qaldı? Qacarlarda qaldı. Sonra Qacarlar Rusiyanın hərbi dəniz donanması saxlama hüququnu tanıdılar. Qacar dövlətinin ərazisində Rus tacirləri daxili kömür rüsumu ödəməkdən azad oldu. Bu onsuz da 1667-ci ildən Səfəvilər dövründən etibarən Rusların istədikləri bir şeylər idi. Bilirsiniz, hansı müqavilələrdə güzəştlər aldılar? 1667 Səfəvlərdən aldılar. 1717 Aysel İsfahanda, 35-də Gəncədə. Bəli, indi daha hazırda da yenə də Gülüstanda bu şərtləri təzədən bu güzəştləri Qacar dövlətindən əldə etdilər.
Qacar və Rusiya dövlətləri bir-birlərini qarşılıqlı diplomatik korpuslar yaratmağa razılıq verdi. Yəni bununla da Azərbaycanın bölüşdürülməsi məsələsi birinci mərhələsi başa çatdı. Ədalətsizdir. Çünki Azərbaycanın bir hissəsi ruslar tərəfindən işğal olundu. Biz əsla Rusiyanı istəmirdik və Naxçıvan, İrəvan xanlıqlarından başqa digər ərazilər keçdi Rusiyanın tərkibinə. Bununla da faciələrin əsası qoyuldu. Çünki bura kütləvi surətdə ermənilər köçürüləcək. Şavrov da yazırdı ki, 1 milyon 300 min erməni yaşayır. Bunun 1 milyonu biz köçürdük. Bu köçürülmə 28-29-da kütləvi şəkildə. Bu da bizim gələcək faciələrimiz üçün zəmin yaratdı. Və salam, dərsimiz bu qədər.